Mohenjo-Daro'da deyəsən hələ də açılmamış yazılar var idi, sirri. Hindlərin indi pinti olmağına baxma. Amma o dövrdə suyu, kanalizasiya sistemi var idi. Hə, mən. Su kanalizasiya sistemi. Bəs yaxşı Mohenjo-Daro'dan bildik, Harappadan nə tapılmışdı? Orada da deyəsən evlər, emalatxanalar belə deyilir. 2-3 mərtəbəli ictimai binalar. Eyni zamanda burada ibadətxanalar tapılmışdı, emalatxanalar doğrudur. Sonra dedik ki, yazısı, sirri açılmayan yazısı mövcud olub. Düzdür, bu qədim Hindistan idi. Nuray Sultanova, qədim Hindistan mövzusunda öyrənmişdik ki, 6-cı əsr, eradan əvvəl 6-cı əsrdə Hindistan kimin hücumuna məruz qalır? 6-cı əsrdə? Bəli, 6-cı əsr deyəndə tez yadımıza düşür ki, 6-cı əsrdə yaxın və orta şərqdə ağalıq edən bir dövlət var idi. Misir? Hayır. Kim deyər? Buyur İlahə. Həmənlər? Həmənlər düzdür. Bəs Nuray, eradan əvvəl 4-cü əsrdə bura kim hücuma keçibdi? 4-cü əsr bilməlisən, ey mütləq. Bu şəxs həmçinin Hindistana qədər dedik ki, Hindistan, bir ucu Misir. Makedoniyalı İskəndər? Bəli, düzdür. Ay Nuray, niyə yadında qalmayıbdı? Makedoniyalı İskəndər qədim dövrdə keçdiyimiz Hindistanda. Bəs yaxşı Ülfən, Hindistan ərazisində yaranmış türkmən şəli dövlətlər hansılardır? Deməli, orada arablər gəlmişdi də. Yox, Hindistanda yaranmış türk mənşəli dövlət. Orta əsrlər tarixində keçdik. Şeydir də, bu Moğolla Dehli. Bəli, Dehli Sultanlığı. Deməli, Nuray Sultanova, Hindistanda türk mənşəli dövlətlərimiz hansılar oldu? Moğolla Dehli. Dehli Sultanlığı düzdür. Ayşə bizə deyəcək ki, Ayşə, bax o öyrəndiyin türk mənşəli dövlətlər ki var idi, Dehlidən başlayaq. Dehli neçənci illərdə mövcud olubdur? Dehli 13-cü əsrdə. Yaxşı, 13-cü əsrdə yarandı. Neçənci ilə qədər? İl. 14-cü. Panipat döyüşü. Dehli 1800-də süqut edildi. 1526. Panipat döyüşünə qədər. Ailəmizə deyə bilərəm. Ailəm Moğol dövləti neçənci illərdə mövcud olubdur? Amma o da 1526-da yarandı Panipatla. O da neçənci əsrə kimi, deyəsən 16-cı əsrə kimi idi. Xeyr, bax burada öyrənirik, Sipahilər üsyanının gedişatında ləğv olunur. 800-cü Bəli. 858. 58-ci ildə, bəli. 1858-ci ildə ləğv olunmuşdur. Nuray Hüseynova bizə deyəcək. Nuray, sonra Moğol dövlətində biz demişdik ki, Moğol dövlətində parçalanma. Hansı hökmdarın ölümündən sonra parçalanma gücləndi? Bahadırın. Əvvəlki dərslərdən. Əkbər Şahın ölümündən sonra. Ay sizə, əvvəlki dərsləri tamam unudursunuz. Əkbər Şahın ölümündən sonra Cagirdarlar torpağı irsən mənimsəməyə başladılar və bununla da dövlət zəifləyir, nəticədə 18-ci əsrdə parçalanır və s. Yaxşı Nuray, səndən davam edək Hindistan yeni dövrdə. 19-cu əsrin ortalarında Hindistanın kimin hücumuna məruz qalır? İngilislərin. İngiltərə nə zaman tamamilə bütöv Hindistanı işğal elədi? 19-cu əsrdə. Dəqiq ildə var, hansı ərazinin işğalı ilə? 1856-cı ildə Alt Knyazlığına. Düzdür. Parçadanı bir də Matrat Knyazlığı. Marat Knyazlığı idi. 1856, hər kəsin yadında qaldı mı? Səbinə, nə zaman işğal olunmuşdu Hindistan tamamilə? 1856-cı il. 56-cı ildə düzdür. Çoxlar 18-ci yüzilliyin birinci yarısından başlayın. 1856-cı ildə tamamilə işğalını başa çatdırmışdır. Bəs yaxşı Nuray, elə ki bu əraziləri işğal elədi. Bir də Hindistana gedən dəniz yolu ki, mənim yadıma salar? Hindistana gedən. Buyur Ülfət, nə dedin? Vasco da Gama kəşf edib. Hayır, Vasco da Gama. Ha, doğrudur, Vasco da Gama düzdür. Elə bilirəm, Bartolomé Dias deyirsən. Vasco da Gama tərəfindən 1498-ci ildə kəşf olmuşdur. Bundan sonra bunların qara günləri başlayır. Bəs yaxşı Nuray, deyə bilərsənmi sən bizə? Bu, Hindistan ərazisi elə ki, İngilislər tərəfindən işğal olunur ha. Bundan sonra bu ərazini kim idarə edirdi? Buradakı İngilis müstəmləkəsi. Deməli, burada işğal eləyir. İngilislər Ostin şirkəti var idi. Ərazinin çoxu bu hissədə idi. İngilis hökuməti qərar alır ki, Ostin şirkətinin rəhbəri buranı idarə eləsin. Yəni, Ostin şirkətinin rəhbəri burada yerli qubernator təyin edilir. Doğrudur. Bəs orada sən öyrəndin, bunların mərkəzi hansı şəhər idi? Kəlküttə. Kəlküttə şəhəri idi ki, İngilis müstəmləkəçilərin mərkəzi.
Bəs yaxşı, o zaman Səbinə bizə deyə bilərmi? Səbinə, bu racələr öyrəndi. Racə kimlərdir? O Hindistan'da feodal knyazlar. Doğrudur, feodal knyazları. Nə zaman Hindistan işğalını İngiltərə başa çatdırdı? 1900 ilin əvvəllərində. Yox, 1856. Necə dedik? 1856'da Avrupa knyazlığı ilə. Doğrudur. Hə, indi gəl baxaq görək. Axı biz demişdik ki, buranı İngiltərə hansı şirkət vasitəsilə mənimsəyib ələ keçiribdir? O Sin. O Sin şirkəti əsas idarə eləyəndə. Bəs nə zaman o Sin şirkətinin insar hüququ ləğv olunur? 1813-1830 illərdə orada xartiyalar, yeni xartiyaların yəni dövründə insarçılıq həyat olmuşdu. Düzdür. Yəni İngiltərənin əlindən bu insarçılıq hüququ alındı. Mehriban bizə deyəcəkdir, Mehriban. Bəs yaxşı, sipahilər üsyanı neçənci ildə baş veribdir? Sipahilər 57-dən baş verib 59-a kimi. Buradakı 1857-ci ildəki sipahilər üsyanı ilə sən 1826-cı ildə Osmanlıdakı üsyanı nəyə görə oxşar cəhət eləyərsən? Elə bir ki, şeyə görə qalmışdı, zorakılığa görə ola bilər məsələn. Zorakılıqdan başqa? İsyanlaşdırma vardı da. Gözlə. Bax, mən bu üsyanı demirəm. 1826-cı ildə Osmanlıda üsyan var idi 2. Mahmudun dövründə. O üsyanı kimləri başlatmışdı? Bir dəqiqə. Və burada sipahilər dediyin şəxslər kimlərdir? Elə bir orada nə tərdin yerli haldən toplanmış adamlar idi. Ha, ordu. Bax bunlar da ordu, o da ordu. Deməli hər ikisində ordunun, əsgərlərin qiyam qaldırması oxşar cəhətdir. Zeynəb bizə də görək, 2. Mahmudun dövründə Yeniçərilər nə zaman qiyam qaldırdı? 1826-cı ildə. Sipahilər üsyanı neçənci ildə baş verdi? 1857-59-cu illər. Düzdür. İndi sən bizə deyəcəksən, biz Azərbaycan tarixindən keçmişdik ki, Azərbaycanda 19-cu əsrin 30-cu illərindəki üsyanlarla buradakı sipahilər üsyanının baş vermə səbəbi nə idi? Vergilərin artırılması, bir də zülmkarlıq. Bəli, düzdür. Müstəmləkə zülmü idi. Doğrudur. Mehriban bizə deyə bilərmi? 1856 57-59 sipahilər üsyanı ilə 1863-də Zaqatala üsyanı keçmişdik. Onu birləşdirən cəhət nədir? Zaqatala üsyanı birləşdirən. Bəli, Zaqatala. Yenə qarşı. Yaxşı, əsas məsələ zoraki xristianlıq. Zoraki onda kitabın üstünə qeyd edirsiniz, zoraki xristianlıq yadınızda qalsın bunu. 1863-cü ildə. Bəs yaxşı, bunu bildik. İndi sən bizə də görək. 1857-59-cu ildə üsyan qaldıran şəxslər kimi yenidən hakimiyyətə gətirmək istəyir? Hansı şəhər ələ keçirdi? Nə əməlim? Hansı şəhər ələ keçirdi üsyançılar, sipahilər üsyanı zamanı? Nə idi? Orada bir vilayət var idi, orada döydümü? Paytaxt elə Dehli'ni. Adı nə idi? Paytaxt Dehli'ni ələ keçirib Bahadır imperator elan edirlər. Bahadır müəllim 2-ci Bahadırı gətirmək istəyirdi. Düzdür. Uşaqlar, bir də bir şey deyim. Kitablarımızda da qeyd olundu. Bu üsyançılar əsgərlərin üsyanı qaldırma səbəb, bəhanəsi nə oldu bəs? Kim deyər? Deməli, yeni patronları dişinlə açmalıdır bu şəxslər, əsgərlər. O patronlar da ya donuz yağı ilə, ya da inək yağı ilə piylənirdi. Donuz yağı ilə biz müsəlmanlar istəmirdik, çünki Hindistanın 13% müsəlmandır. Hindlilər də inək yağına etiraz edirdi. Buna görə də etirazlar başlamışdı. Patronların yeni Müəllimə belə bir şey yazılıb məlumat. yazır yeni patronlardan istifadə. Mən də izahını verirəm ki, niyə yeni patronlardan? Hə, başa düşdüm. Niyəsi yadınızda qalsın. Bəs yaxşı, Afaq bizə deyə bilərmi? Afaq, sipahilər üsyanı neçənci illərdə əhatə elədi? 1857-1859-cu illərdə. Bəs üsyan zamanı üsyançılar hansı şəhərlə keçirdi? Dehlini ələ keçirdi, 2-ci Bahadırı gətirmək istəyirdilər. Düzdür. 2-ci Bahadır üsyanın nəticəsində hansı ingilislər üsyan gətirdi, nə iş gördü? Qanq vilayətini deyəsən gətirdilər. Qanq vilayətinə yayılmışdı. Qanq vilayətinə yayılmışdı. Üsyan, onu deyir. 2-ci Babur üsyanı. Aha. Üsyan nə ilə nəticələndi? Sipahilərin üsyanına Məğlubiyyətlə, elə heç nə. Məğlubiyyətlə nəticələnmişdi. Bu bir, yadda saxlayırıq. Üsyandan sonra İngiltərə, Hindistan ərazisinə hansı dövlətə son qoydu? bir dəqiqə Moğol dövlətindən Neçənci ildə? 1858-ci ildə. Doğrudur. İlahə bizə deyəcək, İlahə. Bir daha yadımıza salaq, sipahilər üsyanı neçənci illəri əhatə elədi?
1857-59. Üsyanın gedişatında hansı şəhərlər keçirdi? Üsyançılar. Dehli. Dehli kim hökmdar elan elədi? Babur sonuncu Moğol hökmdarı. Bahadır. Bahadır, hə. Bəs yaxşı, üsyan məğlub olsa da bir nəticəsi oldu mu? Bəli, oldu. Məsələn, Dəyişikliklər oldu. Misal üçün artıq belə deyək də, Ostet şirkəti idarə etmir Hindistanı, ingilislərin özü idarə edirdi. Qubernatorun adı kral belə deyək də çevrildi. Daha sonra vitse-krala keçdi, vitse-kral. bəli, krala keçdi. Sonra bir də burada Avropa nümunəsində yaradılan Müstəmləkəyə Nazirliklər. çevrildi. Nazirliklər, hə, bir də nazirliklər çevrildi. Avropa nümunəsində nazirliklər yaranmışdı. O zaman Ülfət bizə deyə bilərdi. Ülfət, 19-cu Prezident elan edilir. necə? Prezident 1911-də prezident 1911. Gözlə bir dəqiqə, sən prezident dediyin içindədir. Burada deyil. Bəs yaxşı, Ülfət deyə bilərmi? Ülfət, 19-cu əsrin 30-cu illərindəki Azərbaycandakı üsyanlarla bu üsyanların oxşar nəticəsi nədir? Oxşar nəticəsi məğlub olmasıdır. Həmçinin bir qismində məsələsi vergilər məsələsinin biraz yumşadılır. Vergi deməyə, idarəçilik. İdarəçiliklər. İdarəçilikdə müstəmləkəçi müəyyən islahatlar keçirməyə məcbur olmuşdu. İndi bizə sadala görək bu İngiltərə nə kimi islahatlar keçirdi? İngiltərə yoxsa Hindistan? İngiltərə Hindistan ərazisində nə kimi islahatlar keçirdi? Hə, islahatlar hansı islahatlar? Məsəl üçün yaradıblar burada. Milliləşdirmədə 1884-cü ildə burada yaradı. Sən gözləm. Dedik ki, qubernator vəzifəsi ləğv olunur, əvəzində nə ilə əvəz olunur? Orada belə deyək də vitse-kral yaradı. İkinci Viktoriya burada olur. Vitse-kral. Deyirdim, neçənci ildə İngiltərə kraliçası bu, Hindistanda kraliçası elan olunur? 1876. 76-cı ildə düzdür. Ayrı-ayrı sahələri idarə etmək üçün nə yaradılmışdı? Deməli, vardı, qərbi adı vardı. Yox, onlar soruşma. Öyle nazirlik. Ayrı-ayrı sahələri idarə etmək üçün nazirliklər yaranmışdı. Səbinəm, sən bizə də görək, Osmanlı da ayrı-ayrı sahələri idarə etmək üçün nazirlik yaradan kim olmuşdu? Avropa nümunəsində nazirlik. Nazirlik yaradan 2-ci Mahmud. Hala oldu, 2-ci Mahmud, doğrudur. Bəs yaxşı yadıma sala bilərsiniz, uşaqlar, Yaponiyada kim idi? Matsuhito. Bəli, düzdür, Matsuhito, doğrudur. Fatimə, sual cavabda iştirak etmək istəyirsən, yoxsa yox? Mən qulaq asıram. Gələn dərsdən sən də bu uşaqlar kimi qəşəngcə iştirak edirsən ha sual cavabda, yaxşımı? Bəli, yaxşı. Bu belə. Sonra yadda saxlayırıq. Buradan nazir vəzifəsini dedik. Musiqidən oxşar cəhət elədik. Metropolio, Ülfət nə demək idi? Metropoliya koloniya kimi bir şeydir. Müstəmləkəyə sahib olan dövlət. Müstəmləkəyə sahib olan dövlət. İstismar edirlər də, elə bil ki, onlar. Bəli. Müstəmləkələrini istismar eləyən dövlət, müstəmləkəyə sahib olan dövlət də deyə bilərsiniz. Bu belə. Sonra bir də Nuray bizə deyə bilərmi? Nuray, deməli Nuray Sultanova, Sipahilər üsyanı neçənci ildə baş verdi? 1856-da, 57-dən 59-a. Aha, 57-59-cu illər ərzində baş veribdim. Və görəsən bizə bu müddət ərzində, daha doğrusu üsyan gedişatında hansı dövlətə son qoydu ingilislər? Moğol dövlətinə. Moğol dövlətinə. Salam, Aysu. Bu oldu bizim deməli Moğol dövlətimiz. Başlamışdı, ona görə biraz gecikdim. Hə, Ülfət dedim. Nuray, de görək bizə, Nuray Sultanova, Hindistanı İngiltərə zəngin sərvətlərinə görə necə adlandırırdı? Britaniya mirvari adlandırdı. Bəli, düzdür, Britaniya mirvarisi. Özü ən zəngin müstəmləkəsi idi. Əsasən burada ingilislər hansı sahələrə kapital qoyurdular? Hansı sahələrə? Dəmir yolların, bir də suvarma kanallarına. Dəmir yolu, suvarma kanalı. Bilirsən nəyə görə? Hər hansısa bir təsərrüfatı, əkib pambıq olsun, taxıl olsun, əkmək üçün su lazımdır. Hindistanın su qıtlığı yaşanırdı, çaylar ilə çox deyildi. Ona görə neynədilər? Burada su kanalları çəkdilər çoxluğun və bir də bu məhsulu daşımaq üçün dəmir yolları çəkdilər. Ona görə deyildi iki sahəyə pul yatırmışlar ən çox. Kanalları 2-ci minillikdən olurdu, onda ki, köhnə Hindistandan. Necə? 2-ci minillikdə bu Harappa falan şəhərlər tapılmışdı, orada suvarma kanalları, oradan götürülürdü 2-ci minillik. Hə, o qədim dövrdə, indi yeni dövrdə ingilislər idi. Bəs yaxşı, Ayşə bizə deyə bilərmi? Ayşə, milli kapitala mənsub ilk toxuculuq fabriki neçənci ildə açılıbdı? 1884-cü ildə. Həmən bağlıdır sənin.
Kameranı açırsan. 1-də 84-cü ildə buradaydısa, Azərbaycanda neçənci ildə idi milli kapitala mənsub? 1864-də. Elə 1900. 1900-cü ildə Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikini misal çəkə bilərsiniz. 1900-cü il. Bəs nə zaman Ayşə uşaqların yeniyetmələrin əməyini istismar edən qərar verildi? 1890-da. 90-cı ildə. Ailem isə deyəcək, Ailem, gəl baxaq görə Hindistan Milli Konqresi nə zaman yaranır? 1885'te yaranmıştı. Oradaki Hindliler istəyirlər ki, hüquqlarını daha çox artırsınlar. 1885-ci ildə. Amma istədiklərini nail ola bildilərmi? Uğursuzluqla nəticələrdə Niyə uğursuzluq nəticələrdir? Orada İngiltərə nəsə də siyasət var idi, parçalanan Bəli, parçalı bir şey. Ha. düzdür. Parçalı hökmranlıq et siyasətindən dolayı deyir ki, burada baş tutmadı. Qoy bir daha bizə deyəcək Aysu, neçənci illərdə İngiltərə Hindistanın işğalını başa çatdırdı? 1865-ci ildə olmuşdu. Yəni 65 yox 56 illəri yeni sətdidir. 1856-cı ildə olmuşdu. Avut knyazlığını tabe eləmişdi. Ondan başa çatdırmışdı. 19-cu əsrin birinci yarısında hansı ərazilər tabe olubdu? Biri idi. Neydi onun adı? Pəncab idi deyəsən. Düzdür. Bir də Bir də Maratha. Hə, bəli. Pəncab və Maratha ərazisi bunlar işğal olundu. Bu yadımızda qaldı. Hindistan bizə deyə görək. İngiltərə bir də Hindistanı Ostin şirkəti ilə idarə edir. Amma Ostin şirkəti nə zaman inhisarçılıq hüququnu ləğv etmişdi? 1813-1833-cü illər arası. Düzdür. 33-cü illər. Sipahilər üsyanı neçənci illəri əhatə edir? 1857-59. Sipahilər üsyanının eyni vaxtlarda, təxminən 50-ci illərdə Çində baş vermiş üsyan necə adlandırıldı? Tiyoç müharibəsi. Xeyr. Taypinlər hərəkatı. Taypinlər hərəkatı düzdür. Mehriban bizə deyəcək, Mehriban. Hindistan Milli Konqresi neçənci ildə yarandı? 85-də. Düzdür. 1885-ci ildə yaranmış bu konqres niyə təsir göstərə bilmədi ingilislərə? Dedi parçalı hökm sür siyasəti idi. Çünki müsəlmanlarla hinduslar arasında ittifaq qəsdindən nifaq saldı ingilislər. Bunlar da bir-birinin işinə qarşı mübarizə aparıb başladılar bir-birlə didişməyə, heç bir nəticə əldə edə bilmədilər. Hindistanda ilk milli kapitala mənsub olan toxuculuq fabriki neçənci ildə açılır? 84-də. Azərbaycanda belə bir fabrik neçənci ildə açılır? 1900-də dedikdə. Qəşəng, əla. Yerdən hər kəs suallara cavab verir. 1900-cü ildə. Nə zaman? 1890-cı ildə verilən qərarın mahiyyəti? Elə bir ki, nə dedim, nəsə olur deyək. Nəsə dayandırılırdı. Bax, sənin yaşlı uşaqların əməyini istismar edən qərarlar verildi ki, uşaqların əməyi istismar olunmasın. Uşaq əməyinə qarşı mübarizə apardılar. Bəs yaxşı, Hindistanda kapitalist münasibətlər neçə öncəsində yaranmağa başladı? Səsin bağlıdır, səsini aç. Neçənci ildən başladı? Neçənci əsrdən başladı? 20-dən yoxsa? 20 olsun. Buyur Aylin. 19-cu əsrdə elə. Bəli. İkinci yarısında. Bu da Aylin kimin oxşar cəhətdir? Kapitalist münasibətlər. 19-cu əsrin ikinci yarısına yaranması kimin oxşar cəhətdir? Buyur Səbinə. Yaponiya ilə, orada da konstitusiya olmuşdu. Azərbaycan deyil. Azərbaycanla. Konstitusiyanı soruşuram. Kapitalist münasibətlərini soruşuram. Kapitalist münasibətləri. Nuray Hüseynova bizə deyəcək. Nuray, gəl baxaq görək. Hindlilər biz dedik ki, neçənci illərdə üsyan qaldırdı İngilis müstəmləkəsinə qarşı? Deməli 1857-59-cu illərdə sipahilər üsyanı. Aha, bu üsyandır silahlı mübarizə formasında. Amma dinc etiraz forması nə zaman həyata keçiriblər? 20-ci əsrdə idi də. Bəli, nə zaman, hansı yolla? Onlar deməli üsyan qaldırırdılar. Botmot bir dəyə İngilislərin narazılığına görə bir də məmurların öz başınalığına görə üsyan yaratmışlar. Bu da yəni birinci dinc əhalinin üsyanı sayılırdı. Yox, bax deyirsən ki, bir də görüm İngilislərə məhsullarını nə zaman hindlilər boykot etdi, almaq istəmədi?
19-un mən də bilmirəm, onu tam qarışdırdım. 20-ci əsrin əvvəlləri. Bəli, 20-ci əsrin əvvəlləri. İngiltərə məhsul gətirib almırlar. Etiraz edirlər. Uşaqlar buna boykot deyirlər tarixdə. Boykot edirik, almırıq biz ingilis məhsullarını. Bu oldu onların ilk ümumxalq xalq çıxışı. Çünki sözü bir yerə qoyub ingilislərə qarşı mübarizə aparmaq istədilər. Aydın oldu? Var, ona görə sipahilər də yada saldım ki, sipahlərdir 19-cu əsrin ortaları. Bir də bax bu, ingilislərə qarşı etiraz formasıdır. Sonra, Nuray Hüseynova bizə deyəcək. Nuray, Hindistanda demək olar ki, hər şey dedik. Nə zaman Hindistanda Avropa nümunəsində nazirliklər yaranır? Deməli 19-cu əsrdə. 19-cu əsrdə hansı üsyandan sonra? Üsyanı bitdikdən sonra ingilislər yeni qərarlar qəbul etmək məcburiyyətində qalırlar və nazirlik yaradılır. Düzdür. Ümid edirəm bu hər kəsin yadında qaldı. Testlərdə işləyəcək indi. Keçək bir də Çin. Ağ ölümlər mübarizəsi Çinin. Afaq bizə deyə bilərmi? Afaq, Çin nə zaman özünün təcrid siyasəti yeridir? 19-cu yüzillikdə. 18-ci yüzillikdən etibarən. Yüzillik. Kitabda yazılır ki, istəmir Avropalılar gəlsin bura. Yaxşı, özünün təcrid siyasəti yeritməsinə baxmayaraq, nə zaman hətta tiryəkin ticarətini qadağan elədi? 1900-də. Tiryək ticarəti 1800-cü ildə. 800-də. Əvvəl hökmdar icazə verir tiryəkin satışını. Sonra görür ki, yox, əhali pis vəziyyətə düşür. Həm də ki, bunların demək olar ki, xəzinəsi də boşalır. Ona görə nə etmək lazımdır? Tiryəkin ticarətinə qadağa qoymaq lazımdır. Yenidən qaytarırlar, lakin 1800-cü il yadda saxlayırıq. Hökmdar qərar verdi ki, tiryəkin açıq satışı, alışı qadağan olunsun. Amma ingilislər mümkün deyil deyir. İngilislər deyir ki, biz gətirib tiryəki burada satacağıq. Buna görə üsyanlar, müharibə baş verir. Birinci tiryək müharibəsini neçənci ilə əhatə edir? 1840-dan 1842-yə qədər, sonra Taipinlər üsyanı baş verir, sonra ikinci tiryək. Düz. Uşaqlara salam ver sonra. Salam. Salam. Bilən oğullar. Niyə demirsən? Bax, görürsən? Sən deməsən də mənim qızlarım qəşəng yazacaq. Sən narahat ol. Yox. Pis, səni döyərəm. Sən çırparam, deməm. Oğlan yoxdur. Oğlan yoxdur. Niyə oğlan yoxdur? Oğlan yoxdur. Oğlan yoxdur. Badələdi, qız onun belə gəlmir, getmir. Xəsiyyətli bilmir. Sözüm ha səndən. Mənim qızlarımla işin olmasın. Yaxşı, təpə. Aya Bəlfəz. Yoxdur. Lan nə düşdü? Gəl görüm. Sonra Mən da... getdim, onun apardı. Yaxşı, getir. Dərsim var, yox, dərsim var. Sizə Bəlfəzə baş qoşmayın. Kimdə qalmışdıq? Afaqda qalmışdıq. Afaq, deməli, birinci tiryək müharibəsini neçənci ilə əhatə elədi? 1840-1842-ci illərdə. 42-ci illər. Deməli, tiryək müharibəsində kim Çinlə mübarizə aparır ki, tiryəki açıq satışına icazə verməlisən? İngilislər. İngilislər, düzdür. Bu oldu bizim birinci tiryək müharibəmiz, uşaqlar. Birinci tiryək müharibəsindən sonra Zeynəb bizə deyəcək, Zeynəb, qalib gəlmiş İngiltərə nə kimi şərtlər qoydu? İngilislər nə kimi şərtlər qoydu? Tiryəkidən sonra təzminat ödəməli idilər. Təzminat, sonra? Sonra elə bir ki, bax, gördüyünüz tiryəkdə təzminat var. Hansı şəhəri, hansı liman daha doğrusu, hansı ərazi keçdi İngilislərin əlinə? hansı? Bilmirəm, yadımdan çıxdı. Niyə yadından çıxır ki? 1842-ci il ən ağır şərtli müqavilə idi. Yox, Bu Aysu desin, buyur Aysu. Sayqan Siyongan, Hong Kong. O liman, bu ərazidir. Bu ərazi Hong Kong. Deməli, Hong Kong dedi ki, mənimdir. İcarəyə götürəm, heç torpağı yox etmiş kimi. Zeynəb, sənə cəza. De görəsən bizə. Kipr nə zaman İngiltərənin icarəsinə keçmişdir? Kipr nə zaman İngiltərə? Bəli. 1783-də idi mi? Yox, 1783-də Krımın Rusiya tərəfindən işğalı idi. Mən deyim, Berlin Konqrensi, sən də deyim. Berlin Konqrensi
Buyurun lütfen. Çıxırdı. 1878. Bəli, 78-ci ildə. İngiltərə 78-ci ildə Berlin konfransına görə deməli Kipri icarəyə götürür. Burada da Tiryək müharibəsi zamanında 1842-ci ildə Siongan deyilən Hong Kongu icarəyə götürür. İngiltərə icarəyə götürdüyü ərazilərdir. Sonra İngiltərə böyük bir məbləğdə təzminat ödədi. Daha doğrusu Çin İngiltərəyə təzminat ödədi. Bu da neçənci ilə oxşar cəhətdir? 1840 ilə də 42-də, 60-cı ildə 2 dəfə təzminat ödəyibdir. Bu belə. İngiltərə Çin Müharibəsinə görə bunun Türkmənistan müqaviləsinə oxşar edə bilərmi? Qızım, sən kitabın köhnədir. O köhnə kitabda var idi, təzə kitabda yoxdur ancaq. Hə, üzrlə hesab elə. Sorutalıq məsələsini düşündüm. Hə, eləyə bilərsiniz, doğrudur. Bir də köhnə kitablarda yazırdı ki, məsələn demə ruslar da qacarlarla müqaviləyə əsasən eksorutuallıq alıb, təzə kitablarda məlumat çıxarılıb. Amma təzminata görə bəli eləyə bilərsən. Zeynəb, 1829-cu ildə Osmanlı hansı müqaviləyə görə təzminat ödəyibdir? Neçə dediniz? 1829. Adı nə? Doğrudur. Hə, Fak, buyur. Bu Yatlı çayında dediyi gəmilərin üzməyinə icazə vermək bu birincidə idi yoxsa ikincidə idi? Bu ikincidə. 1860 Pekin müqaviləsində idi. Sonra Mehriban bizə deyəcək, Mehriban, birinci Tiryək müharibəsini neçənci illər əhatə elədi? 40-dan 42. 40-42-ci illər ərzində. Çin belə bir qeyri-bərabər hüquqlu müqavilələri başqa kimlə imzaladı? Fransa ilə İngiltərə olmalı idi. Yox, Amerika, düzdür. 1844-də. 44-cü ildə düzdür. Belə bir qeyri-bərabər hüquqlu. Uşaqlar, Mehriban, deyə bilərik Çin müstəmləkəyə yoxsa yarım müstəmləkəyə salındı? Yarım müstəmləkəyə çevrilirdi. Düzdür. Onda Səbinə bizə deyəcək, Səbinə, nə zaman Hindistan keçmişdi İngiltərə müstəmləkəsinə? Hə, İngiltərə müstəmləkəsinə mənim şeydi 1856-da. Bəs Çin nə zaman yarım müstəmləkəsinə çevrildi? Bu birinci Tiryəkdə. Neçənci ildə birinci Tiryək müharibəsi? 1840-1842. 42-ci ildə. Müqavilənin şərtlərinə əsasən Müqavilə şərtlərinə əsasən elə ki, Çin İngiltərəyə təzminat ödəməli idi. Bir də ki, Çin 5 limanını ticarətə görə açmalı idi. Bir də ki, burada Siongan limanı, yəni Hong Kong şəhəri də onların hakimiyyətinə keçirildi. Bir də burada ki, tacirlər sərbəst hərəkət edə bilərdi. hə. Uşaqlar, bir də eksorutuallıq hüququ aldı deyirik. Eksorutuallıq hüququ nə deməkdir? Toxunulmazlıq. Bəli, toxunulmazlıq. O deməkdir ki, uşaqlar, yəni İngiltərə burada hər hansısa bir vətəndaş İngiltərənin ola bilər ki, əsgərlərim bir öz başınalıq eləsə, insan öldürsə, bir oğurluq eləsə, o Çin qanunlarına görə deyil, İngilis qanunlarına görə mühakimə olunmalı idi İngiltərədə. İngiltərədə ona heç bir söz demir, biləklə öz başınalıq baş alıb gedirdi Çin ərazisində. Yadımızda qaldı bunlar. Lütfən bizə deyəcək Taypinlər hərəkatının. Taypinlərlə sən bizə deyə bəlkə bu sipahilərinə kimi oxşar cəhətlər var? Mənim xarici zülmə qarşı olmuşdu da. Düzdür. Sonra? Ondan sonra digər xarici müstəqil ölkələrə qarşı aparmışdılar. Yəni deyirik ki, xarici yadelli qüvvələr tərəfindən yatırılmışdı. Hər ikisi paytaxtda ələ keçiribmi? Nə tərəfindən? Hər ikisi paytaxtda ələ keçiribmi? Bəli, keçirdib. Məsələn, bunlar Pekini keçirdiblər, orada isə Dehliləri keçirmişlər. Pekin yox, burada Nankin idi o dövrdə paytaxt. Nankin ələ keçirmişdilər. Nankin. Bəli. Bir dəqiqə. Nankin ələ Necə keçirmişlər. Nankin sülh müqaviləsi deyirlər buna? Necə? Nankin sülh müqaviləsi ona görə deyirlər. O birinci. Birinci Nankin. Birincidə Nankin şəhərində imzalamışdı. Bax, paytaxt Nankin. İndi Pekin olsa da o dövrdə paytaxtlarından biri Nankin idi. Ona görə Nankin müqaviləsi hesab olunur. Hə. Taypinlər hərəkatı kimlərin təsiri ilə yatırıldı? Kimlərin? Fransanın Böyük Britaniyada kömək elədi Çinə. Yaxşı, o da dedim Fransa Böyük Britaniya kömək etdi. Bu belə. Nəyə görə İngiltərə, Fransa, Amerika bu üsyanın yatırılmasını Çinə, Mancurlara kömək etsin? Çünki mən orada elə bir Mancur ağalığını yapmaq istədilər də Çinin istəmirlər müstəqil olsunlar. Neçənci illər əhatə edir bu Taypinlərin hərəkatı? 1856-1860. 64. Bunlar 60-cı ildə Pekin müqaviləsinə görə bəli 64-ə qədər. 64-dən 64, 14-dən. 50-64, bəli 14.
60-cı ildə üsyanın baş verdiyi vaxtda hələ üsyan davam edir. Bunlar hansı hüquq əldə etmişdi Çindən? Hansı hüquq qoparmışdı? Deməli bərabər hüquqlu olublar da bunlar. Monarxiyanı idarə etmək. Xeyr. Yansız çayında üzmək hüququ qazanmışdılar. Yansız çayının da bir hissəsi bu taypillərin əlində idi. Yəni hüquq əldə etsələr Yox, taypinlərdə idi. Taypinlərin də əlindən axırda süqut edib alırlar da. və onu deyirəm də mən də. Axı 1806 belə bir şey yoxdur kitabda. Nə? Belə bir şey yoxdur axı kitabda. Səhifə 247 aşağıda qeyd olunur. 247 aşağıda 2024-25 bütün nəşrlərdə var. Sadəcə məsələn yansız çayında falan belə bir şeylər yoxdur. Sadəcə yazıb ki 1847-dən aşağıda yazılır. 1864-də. 247 yazılır. Onu gördüm, onu gördüm. Orada paytaxtda süqut edir yazıb. Baxı məsələn düz yansız çayı falan yoxdur. Bax burada görəcəksən. Yansız yarısı bu taypinlərdə idi də. İçində qeyd edib oxusun. 247-ni görəcəksən orada qeyd edib. Kitabı neçənci il nəşrdir? 24-25. Ha, o da 247 aşağıda şəklin yanında yazıblar. Oxuyarsan. 1860-cı ildə müqavilə 2-ci Tiryək müharibəsinin sonunda imzalamış Pekin müqaviləsinin şərtinə görə yansızda üzmək hüququ qazandı İngiltərə, ABŞ, Fransa. Amma digər ki, bu taypinlərin əlində olduğuna görə istifadə edə bilmirdilər. Fikirləşdi ki, yaxşısı kömək edək bu üsyan yatsın, biz də rahat-rahat çayda üzək. Buna görə məhz 1864-cü ildə Birləşmiş Qüvvələr, Amerika, İngiltərə, Fransa Birləşmiş Qüvvələrin taypinlər hərəkatını yatırmışdı. Bəs Ülfət, taypinlər hərəkatı ilə Azərbaycanda Babillər hərəkatı bunu birləşdirən cəhət nə idi? Deməli müstəmləkə zülmüydü də. Bir, ikincisi Orada mənim xarici qüvvələr tərəfindən yatırılmışdı. Babillər hərəkatı. Buyur Alim. Bir də orada nəsə yenə bərabər hüquqluq var idi, qadınlar kişilər. Bəli, düzdür. Babillər hərəkatında da biz Heç biri yoxdur. Nə? Bu heç biri Hayır, səndə yoxdur bu, özü respublika kitabda yox. Sadəcə özümüz düşünüb bilməliyik. Bərabər hüquq var burada Babillər üsyanında. Bəli. Biz Azərbaycan tarixindən keçmişik Babillər hərəkatını. Qadınlarla kişilərin bərabər hüquqlu. Burada da həmçinin qeyd olunur ki, qadınlarla kişilərin bərabər hüquqlu olması üçün tələblər də sürmüşdü. Bu hər ikisi üçün oxşar cəhətdir. İlahə bizə deyəcəkdi, İlahəm, keçək 2-ci Tiryək müharibəsini bitirdik. İndi 1858-ci ildə kimlə müqavilə imzalamışdı Çin? Belə ki, Rusiya ilə müharibə edir, Ayqum müqaviləsi bağlayır və Amur çayının sol sahilini verir Rusiyaya. Doğrudur. Bu oldu 1858-ci ildə. Bununla da uşaqlar bəzən olar ki, qarşınıza çıxır, bütöv Rusiyada, bütöv Amur sahildə deyə bilərsiniz. Nuray Sultanova, Ayqum müqaviləsinin neçənci ildə imzalandı? Necə? Ayqum müqaviləsinin neçənci ildə imzalandı? 58-də 1858-ci ildə hansı ərazilər Rusların əlinə keçdi? Ruslarla keçdi. Birinci deyildi, Amur Amurun sol sahili. sol sahili. Birinci Tiryək müharibəsini neçənci illə əhatə edibdi? 1840-42. Hansı müqavilə ilə başa çatdı? Nankinlə. Çin müstəmləkə yoxsa yarım müstəmləkə vəziyyətinə salındı? Yarım müstəmləkə. Taypinlər hərəkatı? Taypinlər neçəydi? 50-64. 1850. Bəli, 14 il davam edib. İkinci Tiryək müharibəsi? O da ki 56-60. Hansı müqavilə ilə başa çatdı? Pekinlə. Burada Ruslara ticarət yoluna, yəni dənizdə üzmək hüququ verilmişdi. Doğrudur. İlahə bizə deyəcək, İlahə. 19-cu əsrin 80-ci illərində, 84-85-ci ildə Çin hansı dövlətlə mübarizə aparır? Fransa ilə. Düzdür, 94-95-də. Japonya ilə Koreya uğrunda mübarizə aparırdı. Düzdür. 95-ci ildəki müqavilə ilə 1842-ci ildə Nankin müqaviləsini birləşdirən cəhət? Orada da səhv deyilməmsə ərazi verirdi da. Yaxşı, ərazi verdi, həm də Həmsi təzminat ödəyirdi. təzminat. Onda Çinin təzminat ödədiyi müqavilələr hansılardır? Həm deməli birinci Tiryəkdə də ödədi, ikinci Tiryəkdə də var idi. Bir də Japonya ilə bağladığında. Neçənci ildə? 1895. 95-ci ildə idi, doğrudur. 1895-ci ildə, doğrudur. Ayşə bizə deyəcək, Ayşə, bir də uşaqlar, gördülər 84-85, 94-95-ci il müqavilələrdə məğlubiyyətə uğrayırlar.
Ona görə də hakim dairələr islahatlar keçirilməsini tələb eləyir. Yəni bu nədir? Elə hər döyüşdə, hər müharibədə məğlub oluruqsa, deməli nəsə bir işi düzəltmək lazımdır. Ayşə bizə deyə bilərmi? Ayşə, Birləşmiş İttifaq nə zaman yaradılır? 1905-ci ildə. Kim tərəfindən yaradılmışdı? Sun tərəfindən. Sun Yat-sen 3 xalq prinsipi, 3 prinsipi var. Bunlar nələrdir? Niyə bilmirsən ki? Yenə kameram bağlıdır, səni xatırladım. Millətçilik falan deyirsiniz. Bu dəfə Demokrasiya, bir də xalq məclisi belə bir şey var. xalq rifahı, Xalq rifahı. millətçilik, demokratiya, xalq rifahı. Bunun 3 xalq prinsipi idi. Çində inqilab Ayşə neçənci illəri əhatə elədi? 1911-1912. 11-13-cü illərdə. Uşaqlar onun yanına yazın rusların təsiri ilə. Bəs yaxşı, Osmanlıda Gənc Türklər Hərəkatı inqilabı nə zaman baş vermişdi? 1826. Xeyr, Gənc Türklər inqilabı. Buyurun Ülfət. 1908-ci ildə başlayır. Bəli, 1908-ci ildə. Aylin, Çindəki inqilab neçənci illəri əhatə elədi? 1911-1913-cü il. İnqilab nəticəsində hansı sülalə devrildi? Mançur Çin. Bəli, Mançur Çin sülaləsi düzdür. Burada respublika elan olunursa, deməli Şərqin ilk respublikası hansı respublikaydı? Çin. Amma desəm Şərqin ilk demokratik respublikası? Demokratik. Bəli. Azərbaycan Xalq Cümhuriyyəti. Şərqin ilk respublikası, Şərqin ilk demokratik respublikası. Mehriban, Çində inqilab neçənci illəri əhatə elədi? Çində inqilab elə bil ki 11-dən 13-ə də. 13-ə qədər düzdür. Bəs yaxşı, müvəqqəti deyirik ki, konstitusiya qəbul olunub bu inqilab gedişatında? Konstitusiya olunub. Bəli, qəbul olunmuşdur. Hansı sülalə devrildi? Adı var idi, Manzur idi, nə idi? Hə, Mançur Çin sülaləsi devrilmişdi. Neçənci illəri əhatə edib Mançur Çin sülaləsi? Neçənci illəri? Bəli. 13-də devrildi, yoxsa? Yox, 1911-də devrildi. Nə zaman hakimiyyətə gəlmişdi? Bu ilahə? 1644. Doğrudur. 1644-cü ildən. Uşaqlar, onu deyim ki, sizə yadınıza saxlayın ki, bu Mançur Çin sülaləsi var, həm. Çinlər üçün yadelli bir sülalədir. Başqa bir, belə deyim, haqda olan bir sülalədir, hakimiyyətə gəlmişdi. Onların hakimiyyətini yadelli zülmü adlandırırlar. Çinin ilk prezidenti kim oldu Mehriban? Sun Yat-sen. Bəli, Sun Yat-sen, doğrudur. Sonra keçək birdən də Yaponiyamıza. Japoniya. Nə deyil, afaq? Sen Şuxan din adına da oxşayır, sonundan başlayır. Sun Yat-sen. Səbinə bizə deyəcək, Səbinəm. İlk əvvəlcə hansı sülalə hakimiyyətdə idi Yaponiyada? Onu yadımıza sal. 19-cu əsrdə. Yaponiya Tokugawa sülaləsi. Adını deyəmirəm. Yox, hələ Tokugawa sülaləsi deyirsən. Amma bu yazıqlar tək idarə etmirdi. Kimlə birlikdə idarə edirdi dövləti? Kimlə birlikdə? Aha. Shogun. Shogun hərbi qulluqçulara verilən bir fəxri addır. Onunla birlikdə idarə edirdi. Hökmdar Mutsuhito buna qarşı çıxmışdır. Bəs yaxşı, de görəsən bizə bu Yaponiya ilə Amerika arasında müqavilə neçənci ildə imzaladır? 1854-də. Müqavilənin şərtlərinə görə? 2 dənə şərt var idi. Birində deyirdi ki, Simonda belə bir ada var idi. O ABŞ-da qalacaqdı. Bir də ki, ikinci olaraq konsulluqlar əlaqəli idi. Yaxşı, konsulluq falan açılsın. Əsas yadda saxlayıb ki, burada müqavilənin adı nə idi? Sülh və dostluq, yəni əməkdaşlıq müqaviləsi idi. Aylin, neçənci ildə imzalandı Amerika ilə Yaponiya arasında belə bir müqavilə? 1854-cü ildə. 54-cü ildə düzdür. Yaxşı, belə bir müqavilə daha sonra hansı dövlətlərlə imzalanmışdı? Rusiya ilə olar, Rusiya. Və digər Avropa ölkələri arasında imzalanmışdı. Müqavilənin şərtlərinə görə hansı limanları Amerikalıların üzünə açıq olmalı idi? Sinodadıydı, bir də Simoda və Hakadaiti limanları. Eyni zamanda hətta hansı şəhərdə onların konsulluğu belə açılmalı idi? Elə həmin o Simodada düzdür. Nuray Hüseynova, Amerika ilə Yaponiya arasında bağlanmış müqavilə neçənci ildə idi, necə adlanırdı? 1854-cü ildə idi. ABŞ və Yaponiyada imzalanan dostluq müqaviləsi. Bəs yaxşı.
Bu müqavilə də eynən Çinin bağladığı müqavilələr kimi axır şərtli hesab oluna bilərmi? Hayır, bu onlardan əks olaraq ağır şərtlə deyildi. Ona görə də Rusiya və Avropa ölkələrindən də imzalanmışdı. Doğrudur. Yadımızda qaldı uşaqlar. Zeynəb, Amerika ilə müqavilə 1854-cü ildə Necə Simoda əlavə olaraq verildi. Bir də ABŞ-a 2 dənə limanda hüquq verildi elə bil ki. Bir Simoda'daydı, o birisi də o qədər. Hıdan başlayırdı. O qədərdir. Hə. Amma Simoda onlara verilmiş. Simoda konsulluq açmaq hüququ verilmişdi. Bu belə. Bəs Ayşə 1856-cı ildə Hindistanda baş vermiş hadisə nə idi? 1856'da şey olmuştu. Ağut Knyaz'dan tutmuştular. Doğrudur. 56-cı ildə Hindistanda, Çində Tapinlər hərəkatı. Yox, Tirək müharibəsi. bəli, sayıcı 2-ci Tirək müharibəsi başlanmışdı. Doğrudur. Bəs yaxşı, Mehriban sizə deyə bilər. Mehriban, İngiltərə burada Yaponiyada burjuwa inqilabını kim həyata keçirmişdi? Kim həyata keçirmişdi? Adı var Mutsukito. idi onun. Uşaqlar, Avropada bu inqilablar qanla, müharibə ilə, üsyanlarla baş verdiyi halda, amma burada sadə bir 15 yaşlı hökmdarın islahatlarla həyata keçirildi inqilablar. Mutsukito'nun islahatlarını bir inqilab adlandırdılar. Hökmdarı imperator necə adlandırırdı Yaponlar? Nə? Hökmdar elə adlanmırdı. Səmavi hakim. Hı. Səmavi hakim adını vermişdilər. Afaq, neçənci illərdə burjuwa inqilabı həyata keçirilir? 1867, 1868. 67-68-ci illərdə. Əhatə etdi. 68-ci ildə bu Mutsukito islahatlar keçirərkən kimlə birlikdə keçirmişdi bu islahatlarını? İngilislərlə, yoxsa Avropada təşkil olunmuş müşavirlərlə. müşavirlərlə? Müşavirlər vasitəsilə. İndi bizə Ülfət deyəcək. Ülfət, 2-ci Mahmudla Mutsukitonu birləşdirən cəhət Burada mənim Avropa tipli nazirli işlərin yaradılması olur. düzdür. Çünki bunda bölümdə var. Hər ikisi bir də burjuwa tipli islahatlar keçirmişdi. İnzibati bölgə necə adlandırılırdı? Demək, prefekturalar, Doğrudur. Yeni pul vahidi istifadəyə verildi ki, bu necə adlanır? yer. Yen, sən kitabda olmaydı, yen adlandırılırdı. Bir də 1876 Osmanlı, 1889-cu ildə isə Yaponiya üçün oxşar cəhət Konstitusiyanın qəbul edilməsi. düzdür. Burada konstitusiyanın qəbul olunduğu ildə Türkiyədə, Osmanlıda baş vermiş hadisə. 1889-da qəbul edilib. Burada 76-da qəbul edilib. 89-da. 89-da Osmanlıda nə hadisə? Hansısa bir təşkilat yaranmışdı. Yeni Osmanlı Cəmiyyəti, gizli cəmiyyətlər. Gənc Türklər. Gənc türklər yaradılır doğrudan. Gənc Türklər hərəkatı yaradılmışdı. Sonra bir də uşaqlar, deyir ki, bir çox firmalar var ki, bunlar özəlləşdirildi. Məsələn, indi də istifadə olunur bu maşın firması. Görün, bax, bu hansı müəssisələr idi ki, dövlət onları özəlləşdirmişdi. Mitsui, Mitsubishi, heç bu maşınların adını eşitmədik uşaqlar. Mitsui, Mitsubishi. Bu firmalar... Bunun adından bağlıdır. Bəli, yapılır. Mutsukito'nun adından bağlıdır. Mutsukito'nun adından bağlı deyil. Mitsui, Mitsubishi firmaydı. Onu gördük, yox, dövlət nəsə bunları idarə edə bilmir, özəlləşdirdi. Ayrı-ayrı sahibkarlara satdı şirkətləri ki, siz gedin inkişaf elətdirin. Gör necə şirkət ki, o 1868-ci ildən bu yana qədər fəaliyyət göstərir. Müxtəlif texnik avadanlıqlar indi isə hal-hazırda maşın istehsal edir. Mitsubishi firması. Sonra təhsillə bağlı. Afaq, Mutsukito'nun təhsillə bağlı verdiyi qərar nə idi? Təhsillə bağlı verdiyi qərar artıq elə bil ki, uşaqlar təhsil alırdılar. 6 yaşından yuxarı hər kəs 4 illik təhsil almalı. Bəli. Sonra bir də qadınlar üçün nə yaradıldı? Pedaqoji məktəb açıldı. Qadınlar üçün pedaqoji məktəb açıldı. Yadında saxlayırsan bunu. Bu belə. İnzibati cəhətdə nələr yaradıldı? Hadi, mən bunu qədər yaxşı oxumamışam, yadıma düşmür. Yaxşı oxumayıbsan ki. Buyur Aylin. Prefektura. Prefekturalar yaradılmışdı, bəli. İnzibati cəhətdən prefektura. İndi bizdə necə rayonlara, şəhərlərə bölür? Onlar da prefekturalara bölmüşdülər. Pul vahidi yarandı. Neçənci ildə konstitusiya qəbul olunmuşdu? 89, 1889. 89. Afaq, qaydı sualım, ayafaq.
Mehriban, sən bizə deyə bilərsənmi? Yaponiyada, bir də Koreya bunda neçənci ilə Çinlə mübarizə apardı? 94-dən 95-ə. Düzdür. Rus-Yapon müharibəsi neçənci ilə əhatə elədi? Nə? Rus-Yapon müharibəsi. Rus-Yapon müharibəsi o da eynən bunun kimi yoxsa? Niyə bunun kimi olsun? De görüm Nuray. 1904-1905. 1904-5. Uşaqlar, balaca bir ölkə olan Yaponiya Rusiya qalib gəlir. Bu, Yaponiyanın Mehriban xarici siyasətinə necə təsir göstərdi? Necə deyim, pis təsir. Niyə pis təsir göstərsin ki? Yaxşı, uzaq şərqdə yeni bir gücün yarandığını göstərdi. Uzaq şərqdə yeni bir güc yarandı bununla da. Yaponiyanın qalib gəlməsi ilə. Təbii Rus-Yapon müharibəsini neçənci illərə əhatə elədi? 1904-1905. Müqavilə harda imzalanmışdı? Mən bir dəqiqə. Həm yadıma düşmür. Amerikanın Buyur Ülfət. Portsmouth. Bəli, Portsmouth şəhərində. Doğrudur, qəbul olunmuş, müqavilə imzalanmışdı. Hansı müqavilənin şərtlərinə görə? Deməli, Yaponiya Saxalin adasının cənub hissəsini ələ keçirmişdi. Koreya ilə Cənub Mançuriyada da şəriki sağlıq təmin olundu. Koreya bundan əvvəl hansı müqavilə və ya da kimlə müharibə nəticəsində əlinə keçirmişdi? Çinlə, Çin Yaponiya. Neçənci illəri əhatə eləyirdi? 1894-1895. 95-ci illər, düzdür. Yadımızda qaldı mı bunlar? Səbəblə Rus-Yapon müharibəsi? 1904-1905. Düzdür. Sonda kimin qələbəsindən başa çatır? Yaponiya. Yaponiyanın. Yaponiya bu müqavilədən sonra, daha doğrusu Rus-Yapon müharibəsində müqavilə harda imzalanır? Portsmouth'da. Bəli, Portsmouth şəhərində imzalanmışdı. Nuray Sultanova bizə deyəcək, Nuray, Rus-Yapon müharibəsi 1904-1905. 5-ci ildə. Müqavilə harda imzalandı? Portsmouth'da. Amerikanın Portsmouth şəhərində imzalanmışdı. Bəs Çin-Yapon müharibəsi neçənci illərə əhatə elədi? 1894-95. Düzdür, 94-95-ci illərə əhatə elədi. Doğrudur. Şimali Qafqazdan İlahə bizə deyəcək. İlahə, Şimali Qafqazda Alda döyüşü nə zaman baş veribdi? 1785. Bəs Kuban ətrafında döyüş neçənci ildə baş verdi? 1790. 90-cı ildə düzdür. Ayşə, Alda döyüşündə kim qalib gəlir? Mənə vermişdiniz bu xüsusi səhifəni. Bəli, vermişdim Şimali Qafqazda. Orada Ermənistan qalib gəlirdi. Hansı döyüşdə? Alda döyüşündə. Alda, xeyr, birinci döyüşdür. Aldada Şeyx Mənsur qalib gəldi. İkinci qalib gəlirdi. Bəli, Şeyx Mənsur. Zeynəb, Şeyx Mənsurun qalib gəldiyi döyüş Döyüş. Aldı. neçənci də baş veribdi? 1887-də. Yox. 1785-də. Bəli, 85-ci ildə idi. Afaq, Qafqaz müharibələri neçənci illəri əhatə elədi? O Qafqaz müharibələri 1787 yox, 1817-dən 1864-ə qədər. 64-ə qədər. Tamam, baxıb deyirsən, hərçənd oxumayıbsan. Mehriban, Qafqaz müharibələrinin gedişatını yadımıza sal görək. Burada mübarizə aparan kim idi? Şeyx Şamil idi yoxsa Şeyx Şamil? Şeyx Şamil neçənci illərdə mübarizə aparmışdı? 30 yox, 59-da da 9 idi deyəsən. 54, bir rəqəm 34-59-cu illər ərzində. Aysu, Şeyx Şamilin yaratmış olduğu dövlət necə adlanır? İmamət. Ona yardım edənlər kimlər idi? Ona yardım edənlər Bəli. Şimali Qafqaz xalqları. Cənubi Azərbaycandan və həm Azərbaycandan, Cənubi Qafqazdan. Həm də deyirik ki, Azərbaycandan Osmanlıdan gedən qüvvələr yardım etmişdi. Şeyx Şamil nə zaman silahı yerə qoydu? 1859-da. Nə zaman Şimali Qafqazın işğalını başa çatdırdı ruslar? 1864-də. 64-cü ildə. Cənubi Qafqazın işğalını neçənci ildə başa çatdırıblar? 1829. Bəli, 29 doğrudur. Hansı müqavilələrlə? Müqavilələr 28-29-cu ildə hansı müqavilələr imzalandı? onu bilmirəm. Keçmişi yaxud Türkmənçay müqaviləsi, Ədirlə müqaviləsi.
Türkməncan ədinlə müqaviləsinə əsasən. Yaxşı, başlayaq indi bir də testlərimizə. Uşaqlar, gələn dərsimizdə siz birazca çətinə salacağım İngiltərə mövzusunu. Oxu bitməyən. Ülfət, sən də Ülfət. Bəli, yarıya bölüb vereyim. Yarısını çox çətin. Hissəyə bölün, xahiş edirəm. 4 dənə mövzu vermişdiniz, mən birini çatdırıb oxuya bilmədim. 11, 12, 13. Mən keçdiklərimiz də yeni dövr, indi verdiyiniz də. Bəli, yeni dövrə keçmişik artıq. Osmanlı mövzusundan yeni dövr. 1, 2, 3, 4, 5, 6, 7, 8. Dövlətləri qururuq, sonra süqut etdiririk. 3, 4. Uşaqlar, aqrar çevrilişə qədər oxuyun o zaman. 224-25 nəşrindən 263-ə qədər aqrar çevrilişə. Çünki sonunla da testi 1 verərəm. Tamam. İndi sizə asan yollarını deyəcəm. Elə də çətin olası deyil bu dərs. Əsas yerlərini, əsas məqamlar nələrdir? Bunlara diqqət yetirərsiniz. Bu belə. İndi keçək bir daha bu mövzunun testlərinə baxaq. Uşaqlar, Hindistan, Çin, Yaponiya. Anar Sayevdən tapşırmışdım, düzdür? Ülfət sağ olsun atmışdı qrupa. Bəli. Lap gözəl, sağ olsun Ülfət qızım. Ülfətə. Başlayaq indi səhvlərimizə baxmağa. Mən biraz hangi kitabdan oxumuşum. Mən bu çoxlardan ona görə bəzi şeyləri qatışdırdım bilməsə. Niyə? Bilməmişəm, biz bəyəni çox qatışdırdı. Həmən sonra kitabını aldım, onu yazmaq. Gələ yenisini aldım. Yoxsa bəyəxüsən biraz qatışılır. Düzü sənə məsləhət görüm yenidən oxumağı. Niyə yenidən oxu? Çünki yenidən oxuyanda həm yeni kitablarda məlumat azdır, həm də yenilərdən düşəcək. Deyim, tamam. Ona görə mütləq təzələrdən oxumaq lazımdır. Güzel fikirler sevdiniz. 62. Mən 5 dəqiqə gedirəm, amma dərsdə olacam da çalışsaz eşitməyəcəm. Niyə Aysu, hara gedirsən? Gəlirəm indi. Tez ol. %62. Hə, 162. Birdən 10-a qədər uşaqlar səhvləriniz. 4-cü sualda başa düşmədim. 4-cü sualda gəl baxaq. 1813-33-cü ildə İngiltərə parlamentinin verdiyi qərarın mahiyyəti nə idi? Mən burada Çaşqonsi şirkətini yapacağım. Burada E variantıdır. Şəkər qamışı və pamuk plantasiyalar. 30-cu illərdə Böyük Britaniya parlamentinin qərarı Hindistanda fəaliyyəti dayandırılmayıb, yox. 1813-33-cü illərdə verdiyi qərarla sadəcə olaraq intisarçılıq hüququ dayandırılmışdır. 1800 elə ki 57-59-cu illərdə sipahilər üsyanı baş verir. Bax, həmin vaxtı Ostin şirkətinin idarəçilik hüququ əlindən alınır. Ona qədər başqa səhv olan? 6 da var məndə. 6 yaş baxaq. 8 də var müəllimə. Tamam. Aylin, 6-cı sualı izah elə. 6-da xəritədə yeni tapanlar. Hindistan. Tüm rəngli verilən ərazi Hindistan ərazisidir. Ölkədə Siyaqun rejiminin hökm sürməsi, Siyaqun Hindistanda deyil də, o Yaponiyadaydı. Tayfinlər hərəkatının baş verməsi, bu da burada deyil. Tiryək, tayfinlər çıxdı. Sonra İngiltərə tərəfindən işğalın başa çatdırılması. Bu da İngiltərə tərəfindən da işğalın başa çatdırılması. 19-cu ildə hansı, neçənci ildə bəli başa çatdırmışdı? Deməli, bir dəqiqə. 58 idi. 56, Ağut Knyazlığın işğalı. Sonra 8-ci sualımızda baxaq. Ülfət, buyur.
8-də deyir ki, Osmanlı dövlətinin nizami piyada qoşunu bu Yeniçərdi. Ostin şirkətinin zabitləri, İngilis alınızlı qoşun, bir də sifarişçi variant. Düzdür. Sonra Müəllimə 9-cu sual kitabda qeyd olunmuşdu. hə, yox, kitabdan çıxarılıb sual. Bizim Hind fraksiyasında. Ülfətin kitabında hə var. Düzdür. Sonra 10-dan 20-yə qədər 9-da nə olacaq? 14. Hind C variantı 9-da. Nuray 14 dedin. 10. Mən bir də o. 10. Mehriban buyur. Amma məncə səhvdir, amma deyir siparişlər üsyanından sonra Hindistanın idarəçiliyində edilən dəyişikliklərə aiddir. Bu 57-dən 59-a baş vermişdi. Bu üsyan sonra deyir, o Hind kompaniyası ləğv edilir, o düzdür. İdarəsi İngilis taxtına idarəsi bu da düzdür. Sonra Ümumi Hindistan Milli Konqresi yaradılır. Burada bu da düzdür. Sonra deyir Hindistan işləri ilə əlaqədar hökumətdə nazir vəzifəsi təsis olunur. Bu da düzdür. Sonra Ali Hakimiyyət Genel Gubernator Viste Krala Kit. Bu da düzdür. Bir dəqiqə. Milli Kongres olacaq qalır. Bir dəqiqə. Aid değil. Hindistan Milli Kongresi ne zaman yaranmıştı? 1885-ci ildə Sipahilər üsyanı nəticəsi deyil. Tərəfəndəyikdə siparişlər uyğun deyil, hə? Xeyr. Aid deyil. 14-cü sualımıza baxaq. Arada yoxdur ki 14-ə qədər. 12 var. 12-ci sualda Nuray Hüseynova buyur. 12-də İngiltərənin Hindistana aid 1890-cı ildə qanunda nəzərdə tutulurdu. Bu qanunda uşaqlara aid idi, uşaq istismarı. Bu da olur D variantı. Hindistanda uşaq və yeniyetmələrin əməyindən istifadənin məhdudlaşdırılması. Doğrudur. 14-cü suala baxaq. 19-cu əsrin ikinci yarısında Sipahilər hərəkatının baş verdiyi ölkədir. Hansı ölkə olacaq? Hindistan'da o da 5. Neçədən işarət? 5. Beş, doğru. Uşaqlar bir haradır? Fransa. Bir. Yox. Əfqanistan, Əfqanistan doğrudur. 3. Qazaxıstan, 4 Doğrudur. Moğolistan, 2 də Çin. 3 Qazaxıstan, 4 Monqolistan, 2 də Çin düzdür. 13-ə baxa bilərik. 13'ə. Aha. 13. Hindistan tarixində birinci ümumxalq xalq, incə özün cavab verdin. Ümumxalq xalq çıxışı hesab olunan, Hə, boykot etməyə başlamış. bəli, boykot edilməsi doğrudur. Sonra 20-yə qədər səhviniz uşaqlar. 16-cı suala baxaq. Daha əvvəl baş vermişdir. Gəlin bunu birlikdə yazaq. Uşaqlar, Sipahilər üsyanının başa çatması deyil neçənci ildir? 59-da. 59. Mehriban, İngilislərin, bu uşaqlar Sikh ərazisi, dövlətin ərazilərinin tutması bunlar təzə kitablardan çıxarılıbdır. 1846, 49, 56-cı illər ərzində idi. Hindistanda Milli Konqresin yaradılması neçənci? O 85-də 1885 doğrudur. Viktoriyanın Hindistanın kraliçası elan olunması? O 76 idi də. Bəli, 76 idi. Bombayda toxuculuq fabriki? 1884. 1884. Bunda 1900-dədir. Burada da 1884-dədir. Düzdür. Daha əvvəl baş verən İngilislərin Sikh icmasının ərazisini tutması idi. Burada heç burada yox idi. Kitabda yoxdur, bu düzdür. 20-yə qədər başqa səhviniz? 17 bir də baxa bilərik. Bu ehtiyac yoxdur. Mancur sülaləsi bilirsiniz. Yuan sülaləsi, Min sülaləsi, sonunda da Mancur sülaləsi G variantı. Bir də 19-a zəhmət olmasa. Düzgün cavab mən yerin. Öz koloniyalarını iqtisadi cəhətdən ondan asılı əraziləri istismar edən dövlət, Ülfət, hansı dövlət idi? İncələydik sual cavabda. Hansı sual baxırsan? 19-cu sualda. Bu şeydir də metropoliya. Aysu, Aysu dedi ki, yox, Ayşəm. Burada olan müəllimləşdir. Avropa tacirlərinin müstəmləkə ölkələrində ticarət kontoru və yaşadıkları yer. Faktoriya. Bəs toxunulmazlıq hüququ? Ekstratarlatlıq. Bəli, ekstratarlıq düzdür.
20'ye qədər, 20'dən 30'a qədər 23. 1842-44-cü illərdə Mançur Çin hökuməti ilə qeyri-bərabər hüquqlu müqavilə imzalayan dövlətlərdən deyil. Uşaqlar, ABŞ dedikmi? İngiltərə, Fransa, Rusiya, Yaponiya olmuşdu. bəli, Yapon. Burada yoxdur. 25. 25. Hə. Zeynəb 25-ci suala bax. İkinci Tirek müharibəsində iştirak edən və Pekin müqaviləsini imzalayan Avropa dövlətlərini müəyyən edən. Mən burada xəritənin yerlərini bilmirəm. 1 Osmanlıdır, 2 İngiltərədir, 3 Almaniya, 4 Fransa, 5 də Rusiya. Bəli. Fransa və İngiltərə idi. Hə. İkinci Tirek müharibəsində Fransa, İngiltərə 2-4. Mən bir yaxşı xəritə yoxşuydu. Mən Fransanı dedim 4 bayaq var, amma başqa şey dediniz, desən haran dediniz? Biz Avropa xəritəsinə baxmışıq. Orada Monqolistan idi. İndi sağ Qarışdırdım. tərəfə keçib sağ tərəfdəki ölkələrə baxaq. 28. Zeynəb, indi bu bayaqları demişdik. De görün bir hansı dövlətin ərazisidir? İstan. Yox, bir. Öz deyəcək. Bir Əfqanistan. Əfqanistan. 2. Çin. Çin. 3. Çin, Qazaxstan, ora. Düzdür. 4. Monqolistan. 5. 5 Hindistan. Düzdür. Uşaqlar, bir daha göndərəcəm bu eskiz xəritələri. Həm rəngli, həm rəngsiz bu cür kontur formasında. O xəritələrin üstlərində dövlətləri qeyd edirsiniz, qəşəng rəngli qələmlə yazırsınız, üstlərində rəngləyirsiniz, qoy əliniz öyrəşsin. 30'a qədər başqa səhviniz? 31 mənim. 31. 31-ci sualımızı bizə kim deyəcəkdir? Səbinə. Mən deyirəm. 31-də deyir ki, Tayyiplər həyata keçirdiyi tədbirlərdəndir. Vergilər azaldıldı, mən bu aiddir. Sonra məhsulların borcları ləğv edildi. Mən bu da aiddir. Sonra deyir ki, içində feodalizm qaydaları ləğv edildi. Mən belə bir şey yox idi orada. Sonra deyir ki, qadınlar kişilərə bərabər hüquqlar verildi. Mən bu da aiddir. Sonra o sizin şirkətin mülkiyyət sahib hüququ ləğv edildi. Mən bu Xarkiyə aiddir. Yəni buna aiddir 1-2-4 A variantı. Bəs yaxşı. Qadınlarla kişilərə bərabər hüquq verməsi başqa hansı üsyanla oxşardır? Babillər. Bəli, Babillər hərəkəti düzdür. 32. 32. 32-ci sualımızda Ayşə buyur. Osmanlı'daki 19-cu əsrin 30-cu illəri Şimali Azərbaycan, 19-cu əsrin 50-60-cı illərində Çin tarixinə düşürəcək. 30-cu illərdən verəcək 1830-da. Digəri deyir ki, 1850-də. Yarım müstəmləkəyə çevirməyə başlanmışdı. Yarım müstəmləkə bir şey deyil. Şimali Azərbaycanda yox idi. Müstəmləkəçiliyə qarşı üsyanlar hələ bunu götürə bilər bir variant. Azərbaycanda 30-cu illərdə hansı üsyanları tanıyırsan? Bu Şimali Qafqazda olmuş. Məsələn, Şimali Qafqaz yox. Azərbaycanda, Şimali Azərbaycanda hansı üsyanlar deyə bilərsən? Quba üsyanı, Şəki, Cərbaycan, Lənkəran. Bəli. 31, 30, 31, 37, 38 keçmişdik Ayşə, Quba üsyanlar. Bax, həmin üsyanların yenə oxşar cəhətdir. 40-a qədər başqa səhviniz? 37. 37-də sağ tərəfdə verilibdir. Ayşə buyur. Ayşə bir dəqiqə gözün. Ayşə buyur. Məndə 35 də qaldı. Yaxşı, baxaq. Ayşə. Mən baxıram. Mən danışıq eləyim də. Sağ tərəfdədir. 35-37. 37. Deməli 19-cu əsrin ikinci yarısı Hindistanla Azərbaycan üçün götürür. Kapitalist münasibətlərin inkişaf eləməsi, deməli kapitalist münasibətləri, mən bu ortağa götürə bilərik ikisində də, Azərbaycanda da, Hindistanda da. Hə. Sonra milli kapitalın məxsus ilk toxuculuq fabrikinin açılması Azərbaycanda açıldı 1900-də. Bu onda 20-ci əsr eləyir də. Onda Hindistana 1919-cu əsrdir. 1919-cu əsrdir. Bəli. 1900 özü 19-cu əsrin sonudur. Neft sənayesində ilk inhisar birliklərinin yaradılması.
Bu Azərbaycan tarixində keçmiş ilk hissədə. İlk intisar birliklərinin yaranması. Neft sənayçiləri qurultayı var idi. 93-97-ci illər arasında bax həmin o qurultay. Uşaq əməlini məhdudlaşdıran ilk əmək qanunlarının qəbul edilməsi, bu da Hindistanda qəbul olmuşdu, 1890-cı ildə idi. Düzdür. Sonra dövlət kəndlərinə icma torpaqlarından istifadə hüququnun verilməsi, bu da Azərbaycanda olub da dövlət kəndlərinə. Keçənci il 1900-cü ildə, o da yəni 19-cu əsrin hamısı oldu. Məsələn, 1900-cü il 20-ci əsr sayılmır, başa düşmədim. 1901 20-ci əsr hesab olunur. 1900-ün özü 19-cu əsrin lap sonudur. Sonra 35-ci sual. Aysu buyur. 35-ci sualda deyir ki, Tayfinlər hərəkatının nəticələrini anlatır. Böyük dövlətlərin ölkəyə müdaxiləsi sürətlənir. Bu olar. Mansur ağalığı və monarxiyaya son qoyulur. Tayfinlər hərəkatında monarxiyaya son qoyulmur axı. Feodal zülmünün güclənməsinə şərait yaranır. Əksinə elə o feodal zülmünə qarşı qalxmışdır. Uşaqlar, kapitalizm inkişaf edir. Bundan sonra kapitalizm yaranması üçün şərait yaranır. Orada Mansur sülaləsinin zülmü idi, feodal zülmü. Ölkədə kapitalizmin meydana gəlməsi və inkişafı üçün yol açılır. Bəli, bunu da götürə bilirik. Burada 1-4 olur. 30-dan 40-a qədər başqa sualınız var? 39. 39. 19-cu əsrin sonlarında Çinin nüfuz dairələrinə bölüşdürülməsi yolunda ilk addım atan dövlətləri müəyyən edin. Britaniya, Yaponiya. Bəli. Mən 38-də yazmamışdım. Portsmut sülhü. Portsmut sülhü Yaponiya ilə bağlıdır. Yaza bilərəm. Buyur de. Deyir ki, Saxalin adasının cənubu Yaponiyaya verilir. Bu düzdür. Koreya Yaponiyanın protektoruna çevrilir. Burada bir üç olar. Bir dəqiqə. Saxalin adası Portsmut müqaviləsinə görə Çin Saxalin adasını Cənubi Yaponiyaya verdi. Çin Yaponiya təzminat ödədi səhvdir. Koreya Yaponiyanın protektorluğuna çevirdi. Çin Yaponiyanın Cənubi Mancuniya və Koreya qaldı. Düzdür. 1-3 olmur. 1-3'dür, doğrudur. Yox, 1-3'dür. Portsmut sülhü Rusiya ilə imzalanıbdı. Orada Çin deyildi, Rusiya tanıyırdı Cənubi Mancuniya və Koreyanın ağalığını. 40-dan 50-yə qədər? 41. Ağa, gəl 41 səndən baxaq. Aha, 41 mənə baxaq. Yaxşı. Çində İlk müharibələrə baş verməsi, bu oldu 42 ilə 44, 40 ilə 42 oldu, 40 ilə 42, birinci. Bu getdi, 1 getdi 2-yə. Niyə Çin? Hindistan. Ha, üzrlə sabir. Hindistan oxuyuram bunu. Çin oxuyuram buranı. Bahilə üsyanı getdi Hindistana. Düzdür. Bahilə Yaponiya ilə müharibə aparması getdi Çinə. Bu getdi 2, 3 getdi 2-yə. Müstəmlək zülmünə qarşı mübarizə aparması. Bunu mən ikisini də oxşar cəhət götürmək olar. Çində hansı üsyan baş vermişdi? Bu Tayfinlər. Bəs Hindistanda hansı üsyan baş veribdi? Hindistanda sipahilər. Deməli, hər ikisində oxşar cəhətdir bu. Cəhətdə. Sonradakı böyük Britaniyanın Ost-Hind şirkətinin ölkədə fəaliyyət. Bu da mənimlə Hindistana gedəcək. Ost-Hind şirkətinin ölkədə fəaliyyət göstərməsi. Hə, indi gəlin baxaq görək. Biz bunu oxşar cəhət edə bilərikmi? Ticarət var idi, hə, tiryək ticarəti var idi. Onda oxşar cəhət götürə bilərik də, hə, 5-ə ortar götürmək olar. Deməli, 5 oxşar cəhətdir. 4-dən 5 oxşardırsa, cavab D-də, 1-də də cavab C-dir. Düzdür. Yadınızda saxlayın ki, Ost-Hind şirkəti həm Hindistanda, həm də Çində fəaliyyət göstəribdir. Yəni, uzaq şərqdə əsasən bu İngiltərənin müstəmləkə işlərini o həyata keçirirdi. 50-yə qədər başqa təxmin Məndə 45 də var. 42 də baxaq. Baxaq. Kimsə deyəcək buradan yuxarıdan. Ayşə, buyur.
Ayşe biraz tez ol. Ayşem niye sesi gelmiyor? Deyim Buyur Ülfət. Deyir ki, 20-ci əsrin əvvəllərində Çində üsyanların və inqilaba səbəb olmuşdur. Biri Mancur ağalığıdır, bir də xarici dövlətlərin müstəmləkə siyasəti. Hələ bir-iki olar C variantı. Düzdür. Mancur bir işğalçılıq siyasəti deyildi. İmperatorlar deyildi, o səhvdir. Burjuaziyanın hakimi təmsil olmağa çalışması burjuaziyada yox idi. Bəs 43-cü sual, buyur 43-cü dedim. 43-də Çində Sun Yat-sen başçılıq etdiyi Birləşmiş İttifaqın əsas məqsədləri deməli demokratizm, xalqçılıq və xalq rifahı. Düzdür. Yox, millətçilik idi, müəlliməm. Yox, Millətçilik. millətçilik, demokratizm, xalq rifahı 135. 135 olur. 45-ci suala baxaq. Yenə Hindistandan Çin deyir, amma 20-ci əsrin əvvəllərində. Bana elə sadə suallar düşər. O zaman hamı yüksək yazar və nəticə yaxşı olmaz. Ballar çox qalxar. Kim deyəcək bizə? Zeynəb, 45-ci suala bax. Deyirlər Venn diaqramına əsasən uyğun bədləri müəyyən edin. 20-ci əsrin əvvəllərində Hindistan və Çin yadelli işğallarına məruz qalmışdı. Yadelli işğallarına məruz qalması burada Hindistana aiddir. Konstitusiya qəbul edilməsi. Yadelli işğallar ikisinə də aiddir. Buyur, Zahidə sona qədər deyil. Hə. Mən ikisinə də aid götürmüşdüm, səs çıxdı axı. Yaxşı, qoy bir daha baxım görüm. İzah görüm axıra qədər. Sonra konstitusiya qəbul edilmişdir. Konstitusiya qəbul edilməsi... Yuxarı baxmıram, 20-ci əsrin əvvəlləri deyir, hə. 20-ci əsrin əvvəlləri dediyinə görə Hindistan bilirsiniz ki, 19-cu əsrdə 1856-cı ildə işğalı başa çatıb. Ona görə Hindistana aid edə bilmərik. Hə, konstitusiya qəbul etməsi Çində konstitusiya qəbul edilmişdir. Neçənci Ona ildə? görə Çində konstitusiya 1800-də idi. Yox, 1911-13-cü illər inqilabın gedişatında qəbul olunub 12-ci ildə. Hə, Mancur ağalığına son qoyulması. Mancur ağalığına son qoyulması bu da Çinə aid idi. İlk ümumi xalq hərəkatının baş verməsi. İlk ümumi xalq hərəkatı Hindistanda olmuşdu. Vilayətlərin müstəmləkə tərəfindən siyasi çıxışların baş verməsi. Bunu bilmirəm. Müstəmləkə əsarətinə qarşı üsyanın baş verməsi. Bunlar kimlər idi? 1856-60-cı illərdə sipahilər, 1856-60-cı illərdə isə, yox daha doğrusu, 50-64-cü ildə Çində. Yəni 19-cu əsrə aiddir. Hə. Qarşı çıxışlar. Burada Mancur ağalığına son qoymağına konstitusiya ilə ikisi 1911-dən 13-dədir də. İkisi bir Çinə gedir. 2 ilə 3. Bircə dəqiqə. Sonda cavab nə götürüblər burada? C variantı. 2-3. Yaxşı, C variantını götürdük. 4-də aid elədik. 1 ilə 5-ə oxşar. Yadelli işğalına məruz qalması. 20-ci əsrin əvvəllərində Hindistanda yadelli işğal 19-cu əsrdir. 5-də vilayət müstəmləkə sərhədinə qarşı çıxışlar. Yəni haradasa yaxşı. Çində inqilabı 1911-13-cü illərin inqilabı. Hindistanda da o ümumxalq xalq hərəkatı boykotu yazsaq. Amma bu yadelli işğalına qarşı mübarizə. Bir dəqiqə təzə kitabda buna baxım. Bu suala. Yaxşı, onun növbəti suala keçib bu suala təzə kitabda baxım. Xəritəyə baxaq. 46. Xəritədə rəqəmlərlə verilmiş dövlətlərin 19-cu əsr tarixinə aid uyğunluğunu müəyyən edin. Baxaq uşaqlar. 1. Hansı ərazidir? Bu Hindistan Bəli, 2 də Çindir. Bax, buradan yazaq. 1. Tirek müharibəsinin baş verməsi. Çində. Bəli, Çində. Aid elədik bunu Çinə. Respublika quruluşunun yaranması. Bu da Çindir. Çindir, amma şərtdə 19-cu əsr yazdığına görə götürülür. İsraillər üsyanının baş verməsi. Hindistana götürülür. Düzdür. Tayfinlər hərəkatının baş verməsi. Hə, də bu. Bu da 1850-dir. Bunca inqilabını baş verir. Əsr uyğun gəlir.
Burjua inqilabı. Burjua inqilabının baş verməsi. Yaponiyada olub efendim. Bəli, Yaponiyada olub. Bunda heç birini aid eləmirik. 1-ə A, 1-ə C, 2-ə A-dir. O da A variantında uyğun gəlir. Mən Tiryək müharibəsini götürmədisə, Götürdüm da Tiryək müharibəsini Çinə aid elədim. 1-ə A, 2-ə A. 47 var idi mənim. Yaponiyada Mutsuhito dövrünün islahatlarına aid deyil. Mutsuhito dövrünün knyaz mülkləri prefekturalara dəyişdirildi. Knyazlar qubernator statusu aldı. Samuraylar əvəzinə ümumi mükəlləfiyyət əsasında müasir ordu quruldu. Avropa nümunəsi ilk nazirliklər. Knyaz və samurayların xəzinədən təqaüd alınması ləğv edildi, yoxsa təmin olundu uşaqlar? Təmin etdiniz. Təmin olundu. Burada ləğv edildi yazır, deməli yanlışdır. 48. Yaponiyada müşavirlər kimlər idi? Avropada təhsil almış, gənc dövlət xadimləri idi. Və bir də imperator hakimiyyətinə qarşı çıxırdılar. Sərfli ölkədə girovluq sistemini ləğv etməyə çalışırdılar. Sərfli ölkənin güclü və mədəniyyətini çiçəkləndirməyə çalışırdılar, düzdür. Yaponiyanın dünyanın ən güclü sivilizasiya cərgəsinə qoşulmasına çalışırdılar, doğru. Yəni yaxşı şeylər götürürsünüz müşavirlərə. Təhsil alıbdır, ölkəni çiçəkləndirməyə çalışır, bir də güclü sivilizasiya yaratmağa çalışır. 1, 4, 5. 50-yə qədər başqa səhviniz? 49 məndə var idi. 49. Yaponiyada Burjua inqilabının nəticələrinə aid deyil. İlahə buyur. 49-da mən burada paytaxt Edo şəhərinə köçürülmədi axı. Nankin'də idi. Sakit. Burjua inqilabının nəticələri paytaxt köhnələrdə var idi paytaxtın Edo şəhərinə köçürülməsi. Yen pul vardı. Saat neçədir? Şey köçürülür də Tokyoya köçürülür. Amma burada yazıb ki, köçürülür Edoya bu səhv. Hadi o tür çəkildi ona. Aid deyil. Ölkədə bütün knyazlıqlar ləğv edildi. İmperator hakimiyyəti möhkəmləndi. Paytaxt Yedo şəhərində köçürüldü. Yeni pul vahidi qəbul Syogun hakimiyyətinə son qoyuldu. 1867-ci ildə idi. Hə, uşaqlar, paytaxt Yedodan Tokyoya köçürülübdür. Sonra 50'nin özü. Yaponiyada baş verən Burjua inqilabı Yaponiyada Burjua inqilabı baş verən il də Şimali Azərbaycan. 1868-də Yelizavetpol quberniyası yaratıldı. Bəli, düz, doğrudur. Uşaqlar, Belədir bu. O buradan 60'a qədər baxaq. 70'ə qədər vermişdim, yoxsa 80'ə qədər? 70. Yaxşı. 50-dən 60'a qədər səhviniz? 52. 52, 53. 59. 51 də var müəllimə məndə. Yaxşı. 1889-cu ildə Yaponiya konstitusiyasına aid deyil. Kim deyər uşaqlar? Yaponiya. Parlamentin səlahiyyətləri artırıldı. Bu səhvdir də. Bəli. Əksinə, imperator səlahiyyətləri genişləndirilmişdir. Gençlərin parlamentdən. 53-cü sual. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Yaponiyanın xarici siyasətinə aid deyil. Uşaqlar, bu dövrdə Yaponiya işğalçılıq siyasəti yeridir. Görün Nuray Süynəva. 53 mən aslında başa düşmədim. Həm. Niyə? Çünki Rükkə adası təzə kitablarda yoxdur. Çini məğlub edərək 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Yaponiya xarici siyasətinə aid olanlar. Yadda saxlayaq ki, bu dövrdə neynədir? Cənubi Saxalini kimlə mübarizə nəticəsində ələ keçirdi? Rusiya. Bunu belə bir şey öyrəndik. Manchuriya və Koreyada şərəfsiz əhalinin tanındı mı? Bəli, tanındı. Çini məğlub edib ondan təzminat aldı mı? Aldı. Rükkə adasını ələ keçirmişdi. İlk hədəf kimi uşaqlar əvvəlki nəşrdə yazır ki, Rükkə adası idi. Amma Yaponiya ilə Amerika arasında dünyanı bölüşdürmə uğrunda müqavilə imzalamamışdı. Y variantı. Məndən 51'ə baxa bilərik. Məndə 51 qaldı. Yaponiyada Burjua inqilabından sonra son 10 ildə 51 sol tərəfdə. Deyil. Hə, Deyir ki, həyata keçirilən islahatlar aiddir. İlk qadın pedaqoji məktəbi açılır, biri budur. Bir də uşaqların 6 yaşından etibarən 4 illik məcburi təhsil həyatı keçirildi. Bir də 3-dür, 1-3, bir də 5. Avropa proqramlarında istifadə olunan orta və ali təhsil ocaqlarının yaradıldı. 1-3-5. Sonra 59. 55. Yaxşı, baxaq. 59'a baxaq. Nuray Sultanova buyur. Yox uşaqlar, bir dənə gözləyin. Bu sualın üstünə xətt çəkirəm, buradakı döyüşlər çıxarım. 55-ci suala baxaq. Uyğunluq pozulmuşdur. Yaponiyada milli ruhlu dövlət xadimləri müraciət etdilər səmavi hakim adlanan imperatora.
1867-ci ildə oxuyubsuz bunu. 67-ci ildə Yaponiyada feodallar Shogun hökumətini devirdi, imperator hakimiyyətini bərpa etmək şüarı ilə. 1868-ci ildə Yaponiyada silahlı toqquşmaya səbəb oldu, imperator ilə silahlı Shogun qüvvələri arasında münaqişənin baş verməsilə. 1902-ci ildə bağlanmış İngiltərə və Yaponiya müqaviləsinə əsasən Yaponiya Çin ilə müharibəyə hazırlığını gücləndirdi, sərt Rusiyanın müharibəyə hazırlaşıbdır. Dövlət xəzinəyə məxsus sənaye müəssisələrini şəxsi kompaniyalara satması nəticəsində Yaponiyada Mitsui və Mitsubishi kompaniyaları yarandı. Bu doğrudur. Qalan digər yuxarıdakı variantlarda doğrudur. Bir yanlış olan bu variantı 1902. Müqavilə imzalanır Böyük Britaniyanın. Bundan sonra Rus-Yapon müharibəsi başlayır. 56. Xarici təhlükədə müdafiə bəhanəsi ilə asılı vəziyyətə salınmış dövlət prefektura adlandırılır. Protektoratlıq adlandırılır daha doğrusu. Protektorat diyor ki Koreya'ya hücuma geçecekler. Yaxşı budur Koreya ben seni müdafiə edeyim. Bu bəhanə Koreyanı müdafiə edir Yaponiya. Protektorat var idi kitabda. Protektorat İngiltərə mövzusunun içərisindədir. Neydən yandırılsın? Sonra ver bura ay bala. 60'dan 70'e kadar başka səhviniz? 61. Bax. 67. Uşaqlar, Portsmouth sülh müqaviləsini imzalamış dövlətləri müəyyən edin. De görüm Ülfət. Yaponiya ilə Rusiya imzalayırdı. O da 3-dən 5. Düzdür. 4 4 haradır? 4 Əfqanistandır, 1 Hindistandır, 2 də Çindir. Düzdür. 60'a kadar başka neçə dediniz? 60'dan 70. 64. 64, 67. Aysa 64'ünü salı bax. 64-də deyir ki, sağlam nəticə əlaqəsi pozulsun. Yaponiyada burjuva islahatının həyata keçirilməsi, sahibkarlığın və bazar iqtisadiyyatının inkişaf etməsi. Bu əslində düzdür, amma Bəli, burjuva islahatları həyata keçirildiyi sahibkarlıq inkişaf elədi. İngilis ağalığı və Bahadır Şahın ağır verici siyasəti Hindistanda sipahilər hərəkatının baş verməsi. Xeyr, belə bir şey yoxdur. Bahadır Şaha əslində onlar sədaqət andı falan içmişdilər. Elə burada pozulub. İngilislər sipahi üsyanını yatırması, böyük Moğol dövlətinin rəsmən son qoyulması. İngilislərin sipahi üsyanı. Bu doğrudur da, bence doğrudur. İngiltərə və Fransanın Çin çaylarındakı limanlarını ələ keçirmək istəyi 2-ci Tirey müharibəsinin baş verməsi. Bu da doğrudur. Çinin Fransa və Yaponiya ilə müharibə Çinin Vietnam, Koreya və Tayvan üzərində nəzarət itirməsi. Bu da doğrudur. Burada yanlış B-dir. Ne diyorsun? Bir də məndə 63 qaldı. 20-ci əsrin əvvəllərində Yaponiyadan fərqli olaraq Çin imperator tərəfindən idarə edilmiş müstəmləkə işğallar aparırdı. Yaponiyadan fərqli olaraq Çində uşaqlar, indi gəl baxaq görə. Yaponiyadan fərqli olaraq Çində nə baş vermişdi 1911-ci ildə? Prezident Darusluya. Bəli, D variantı. Monarxiya quruluşu ləğv olundu. Elə bil 67 eşitdim. Ben de demiştim. Bax, buyur 67-ci suala bax. Deyir ki 19-cu əsrin ikinci yarısı Hindistan və Çin tarixi üçün oxşar cəhətlər. Burada müstəmləkəyə qarşı üsyan baş verməsi, başın imperatorun durması. Hindistan və Çin 19-cu əsrin ikinci yarısı. Sipahilərlə tayfinlər. Bəli, sipahilərlə tayfinlər. Müstəmləkə əleyhinə üsyanların baş verməsi. 70. Dediğim cevabıydı. Fredeydi sual bunu dememiştim ben. Uşaqlar 68 hər kəsdə düzdür. Hayır ben de səhvdir. Nuray Sultanova gəl 68-ə baxaq. Nuray eşidir bizi. Buyur Səbinə. Bəli, 68-də deyir ki, oxşar cəhətləri, yəni uyğun olanlar müəyyən edin. Demək, burada birincidə Osmanlıya aiddir, İtaliya ilə müharibədə məğlub olması, mənbə aiddir, Trablus müharibəsi idi. Sonra Çinə aiddir burada Fransa və Böyük Britaniya təzminat ödəməsi, bir də ki, Respublika İdarə Üsulunun yaradılması, bunlar aiddir. Üçə də Yaponiyaya aiddir, ABŞ-la sülh və əməkdaşlıq haqqında müqavilə bağlaması. Dördə də hər üçünə də aiddir, konstitusiya qəbul edilməsi.
ABŞ-la Yaponiya arasında müqavilə nə zaman imzalanmışdı? 1800 bir dəqiqə. Yadımda deyil. 1854 deyildi. Bəli, 54-cü ildə. Hə, bəli. 70 dedi kimsə. Mən deyim. Səbəb nəticə əlaqəsi Ülfət buyur. Səbəb nəticə əlaqəsi gözlənilib. Hindistanda sipah yarışlarının baş verməsi metropoliya hökuməti Hindistan idarəsini dəyişiklik etməyə məcbur olur. Bu doğrudur. Çernobıl limanının Rus gəmilərinin batırılması Rus-Yapon müharibəsi başlamasına səbəb olur. Bu da doğrudur. Rus-Yapon müharibəsinin qalib gəlməsi, Yaponiyanın Koreyanı ələ keçirməsi. Bu Rus-Yapon müharibəsi yox, Rus neydi? Yaponiyanın Çin arasında olub. Ona görə səhvdir. Əcnəbi dövlətlərin Birləşmiş İttifaq üzvlərinin təzyiqi Çin Respublikasının ilk prezident Sun Yat-senin istifa verməsi, bu da doğrudur. Hindistanda Ostin şirkətinin ləğv edilməsi, Kraliçə Viktoriyanın Hindistan imperatorluğu elan edilməsi, Ostin şirkətindən sonra ləğv edilməsindən sonra bu olmur axı. Onlar deməli konstitusiyanı qəbul edirlər, yeni idarə etmələri yaradırlar. Ondan sonra kraliçə hakimiyyəti gəlir də 1-2-4 olar doğruca. Düzdür. 71-ə də baxaq. Uşaqlar, müridizmin geniş yayıldığı ərazi Hansı ölkədə yayılıb? O Şimali Qafqaz. O da Xəzərin şimalı bax burdadır. 3-də. Bir dənə 66 baxa bilərik. Baxaq. 66 daha əvvəl baş vermişdi. Dedim bunu işləmirik. Burada döyüşlərin hamısı çıxarılıb. Noyanla döyüşüm bilmədim ona görə. Hadisələrin hamısı çıxarılıb kitabdan ona görə. Bu belə. Bəli. İndi axırıncı testlərinə baxırıq. Aha, yox, 1 dəqiqə İffət. Bunu söndürüm.